Düratın bitməyi. Yenə yaz ayları gəlmişdi. Sənnibeldə başqa bir aləm var idi. Elə idi, cırcırı bülbül çağırırdı. Lalələr, bülbüllər Koroğlunun səsinə səs verirdi. Koroğlunun ipə sapa yatmayan, qorub qaytaq bilməyən bir ilxısı var idi. Koroğlu bu yaz Düratı da ilxıya qoşmaq qərarına gəldi. Dürat çox nadinc bir at idi. Yenə bir gün nadincliyi tutdu və bir atı qapdı, bir atı dişlədi, bir atı vurdu və axırda hamısını lədikçilyən elədi. Və hamısını Çənnibeldən aşağı salaraq Qaraxan deyilən bir xanın qoruğuna doldurdu. Gəlin sizə Qaraxandan danışım. Qaraxan çox əzazil bir xan idi. Kim də yaxşı bir şey görsəydi, ya xoşla, ya hilə ilə, ya da bunu başı tutmayanda zorla tutub əlindən alır. Koroğlu Düratın ilxının itməyini öyrəndi, amma buna heçini demədi əvvəllər. Sonra Düratın itməyini də öyrənib, hər dəlilərinə xəbər verdi ki, hər yerdə axtarsınlar. Aldı Koroğlu nə dedi? Hoydu dəllərim, hoydu oğullar, hardasa Düratın tapılsın gerək. Aman çəksin əlinizdən yağlar, müxənnət ovası sapılsın gerək. Meydanda göstərirəm hünər, gəlimdən, nərəmdən eləyər həzər. At üstə, sağ sola üstə dəş çeşmər, hər qoşun qayalara səpilsin gerək. Qod igid yalyar öz qanın, Koroğlu hər yana işlər fərmanın. İndi bəy, paşanın, xodkarın, xanın dərsinə zaman təpilsin gerək. Dəli Mehtər tez atlandı. Dəlilərdən, mehtərlərdən də bir neçəsini yanına alıb ilxını axtarmağa getdi. Odur ki, ilxı Qaraxanın qoruğunda Dəli Mehtər axtarır Çənnibelin köşkənlərini. Dağı daşı əldən ayaqdan saldılar. Axırda çox düşman Çənnibelə qayıtdılar. Dəlilər Koroğluya ürək verib yoxuşmalı ki, ay Koroğlu, niyə bu qədər cəza fazla edirsən? İlxıdır, itib tapılar da. Qorxudan kim sənin ilxına gözünün ucu ilə baxa bilər? Dəlilər çox dedilər, Koroğlu az eşitdi. Nigar gördü yox, Koroğlu soymaq bilmir. Elə bir ki, yanlış kürədir, getdiksə qızır. Axırda dedi, Koroğlu, hirslənəndə soymaq bilmirsən. Nə olub axı, ilxıdır tapılar da. Koroğlu Nigarın cavabında aldı, görək nə dedi. Nigar Düratın itməyi yandırır, məni yandırır. Əməyimiz itməyi yandırır, məni yandırır. Alnımdakı qalın qatlar, düşmən görsə bağlı çatlar. Candan əziz bədəyatlar, yandırır, məni yandırır. Sinəmin düyünü dağı, müxənnət meydan açmağı, mənim də gez daşmağı, yandırır, məni yandırır. Koroğluyam deyim dözü, saymaram əlini yüzü, hər zayin tənə sözü, yandırır, məni yandırır. Söz tamamı yetişdi. Nigar dedi, yaxşı da, axır acıqlanmaqdan, dodaqlarını çeynəməkdən bir şey çıxmaz. Təcrübə nədir, onu de. Koroğlu sazı döşünə basıb, son dəfə dəlilərinə baxdı və dedi. İndi bilmək dəli gərək, tapsın mənim Düratımı. Və sənəndə qızıl kimi, mineyləndə kür atımı. Kişnəyib meydanda gəzən, hərdən sağa sola süsən, düşmanın başını əzən, belə sərmişlər atımı. Həmişə olan gizində, şeşbər atıla üstündə, hünər göstərib dar günündə, düşürməyə nər atımı. Dəlilər qalxdılar ayağa, ləpirçilər düşdülər qabağa. Koroğlu da özü geyinməyə başladı. Keşikçilər isə bir adam gətirmişdi. Koroğlu dedi, bu kimdir belə? Biz nə qədər, keşikçilər dedi, biz nə qədər soruşduq, demədi. Koroğlu ilə görüşmək istəyirəm deyir. Koroğlu bir ona baxdı. Gördü ki, belində kəpənəyi, əlində dəyənəyi, şəsli bəsli bazburutlu bir gəncdir. Soruşdu. Abalar, kimsən? Birinci cavan oğlan salam verdi, Koroğlu əli içine aldı və dedi, sənin ilxın itməyib, dedi, bəli, itib, bəs sən hardan bilirsən? Sonra dedi, qoy biraz nəfəs alım, oturum, əyləşim, sonra danışaram. Koroğlu qəzəblə əyləş dedi.
Sonra o oğlan patavalarını açdı. Sarıqlarını çıxardı bir kənara, corablarını isə çıxardı bir kənara qoydu. Sonra biraz rahatlaşdı və dedi: "Mən Ballıcadan gəlmişəm. Orada Qaraxan sənin ilxını tutub saxlayıb və mehdər axtarır." Tez Koroğlu atlandı. "Dəli Həsən!" deyə qışqırdı. Dəli Həsən dedi: "Bəli, Qoç Koroğlu. Tez dəliləri, mehtərləri yığ. Ballıcaya səfərim var." At belində mərd dəllər, Ballıcaya səfərim var. Dava günü qurd dəllər, Ballıcaya səfərim var. Hünər elər qoçaqlıqdan qorxa keçməz yanından göz. Alın ələmisti qılınc, Ballıcaya səfərim var. Hərdən sözə bəli deməm, müxənnət çörəyi yeməm. Qoy düşmən bilsin mən kiməm, Ballıcaya səfərim var. Şeşbərim sayır qana, düşmənlərim gəlib cana, qaz duranam Qaraxana, Ballıcaya səfərim var. Koroğlu sözünü tamam eləyib, Qıratın meninə mindi və Ballıcaya getdi. Ballıcaya çatanda şəhərdə durdu və ilxıçı paltarlarını geyindi. O, Qaraxanın yanına getməyə başladı. Qaraxan uzaqdan Koroğlunu gördü və sevindi. Dedi: "Yaxşı gəlib elə, deyəsən ilxıçıdır." Koroğlunun atlarına elə bu ilxıçı baxar. Koroğlu Qaraxanın yanına getdi. Qaraxan ondan soruşdu: "Aya, kimsən, kimlərdənsən? Paltarlarından ilxıçıya oxşayırsan." "Bəli, ilxıçıyam. Əvvəl harda olursan?" deyə Qaraxan soruşdu. Koroğlu dedi: Əvvəl mən Koroğlunun atlarına baxırdım. Sonra isə o məni qovdu." "Niyə qovdu? Nə üçün qovdu?" Koroğlu dedi: "Birinci mənə dedi ki, çox ilxıçı olmusan. İndi isə gəl mənim dəlim ol. Mən amma buna boyun qoymadım. Ona görə məni qovdu." Qaraxan dedi: "Onda sən gəlib Koroğlunun atlarına baxarsan, ilxıçılıq eləyərsən." Koroğlu özünü avamlığa vurdu və soruşdu: Koroğlunun atları sizdə necədir? "Gətirmişəm də, mən gətirdərəm." "Necə, bəs birdən Koroğlu bunu bilsə?" deyə Koroğlu soruşdu. "Nə olsun, bilsin də, bilib neynəyəcək mənə?" deyib Koroğlu sözünə başladı. Meydana girəndə pənir xəncəli, dağıdar elini, gəlsə Qaraxan, Qıratın üstündə qılınc oynadar, lal edər dilini, gəlsə Qaraxan, mənim deyib yekə, danışma belə, görməmsən zərbi dəstini hələ, qaldırar başına qırar gürz ilə, bellini yəqin bil, gəlsə Qaraxan, talar dövlətini, aparar malın, dağıdar varını, yaşılın alın. Yıxar evin, yaman eləyər alın, sovdurar gülünü, gəlsə Qaraxan. Çətin qoç Koroğlu qorxa üşünə, yetər yağların 7-5-inə, hayqıranda qatar qırat döşünə, bağlayar qolunu, gəlsə Qaraxan. Koroğlunun sözləri xan ağzına tutdu və xan Koroğluya dedi: "Mən sənə dedim ilxıçı ol, sənə demək ki, Koroğlunun üstünə çək. Həm də sən nə yaman Koroğlu deyirsən. Koroğlu bir gədə, mən isə xan, həm də İran xanının qohumu." Koroğlu xaistədi ki, paltarını çıxarıb göstərsin, desin ki, bu mən qarşındayım. Amma sakitcə sazını əlinə alıb dedi: "Yox ay xan, sən səhv edirsən." Demək ki, Koroğlu təkdir, saysız-sansız dəlisi var. Dəmirçioğlu Bəlli Əhməd, Eyvaz isə ballısı var. Namərdlərdən vurarlar, mərdlər üçün arxadayam. Bülür şüşə, eyvan otar, döşəməyə xalısı var. Dara düşsən eylər kömək, dava günü dosta gələk. Açar süfrə verər yemək, qeyrəti var, namusu var. Koroğlunun uca boyu, hər yerdə tutulur boyu. Sənlə belli götür qoyu, ağır oba ulusu var. Qaraxan ilxıçının sözlərinə çox şübhələndi. Amma o güman etmirdi ki, ilxıçı Koroğlunu çıxardı. Koroğlu axırda paltarını çıxardıb dedi: "Budur, mən Koroğluyam. Gəlmişəm səni sarayına." Qaraxan ilk başda qorxdu. Sonra Koroğlu onun boynundan tutub elə bir nərə çəkdi ki, dəlilər bunu eşidib tez gəldilər. Savaş başladı. Çox insan qırıldı, öldü. Sonra Koroğlu axırda Qaraxanı tutub boğazından onu
bir qılıncla yerə sərdi. O qılınc elə vurdu ki, elə bir ildırım çaxdı. Budur, Qaraxan cəhənnəmə varis oldu. Sonra bunu görən qoşunlar çox qorxub geri çəkildilər. Qırılan qırıldı, ölən öldü, qaçan isə qaçdı. Sağ qalansa qaçdı. Sonra Koroğlu sürüyü də, İlxını da götürüb evinə qayıtdı. Məclis quruldu, şənlik keçirildi. Nigar qayıdıb Koroğluya dedi ki, Koroğlu, mən bilirəm ki, sən bir səfərə çıxmısansa, oradan heç bir vaxt qan tökməmiş gəlməlisən. Danış görüm, nə baş verir orada? Balızada astım edən, müxənnət dillərdə alman, qabağımdan qaçılışma yana deyim telinigar. Dünyada göstərdimlər, boyanda əlimdə şirpə, qana deyim telinigar. Müxənnətin üzü gülməz, namət dostun qədim bilməz.